Zakatalamızın ləziz dadlarından maxara edirik. Keçid edirik maxaranın içliyini hazırlamağa. İçərisinə tökdüyümüz ingredientlərin hər birini açıqlama bölməsində yazacağım. Ən sonda topaq qalmayacaq şəkildə qarışdırırıq. Ocaqda bişən maxaranın dadı tam başqadır. Sacı quyruqla yağlayırıq. Ən gözəl hissəyə gəldik. Maxaranı tökürük. Maxaranın yanına ən gözəl samavar çayı gedir. Bişirdikdən sonra yağlayırıq. Maxaranı zövqə görə necə istəyirsinizsə yeyə bilərsiniz. Şəkər tozuyla, balla, mürəbbən özü ilə də